Məni hamı başa düşər. Düşünürəm çəkiliş eləyənlər başa düşər. Hazırlaşırıq çəkiliş eləməyə. Bir saat rovnu saçımızdır. Gah düzləşdiririk, gah vururuq. Axır istədiyimiz formaya salandan sonra keçirik kosmetikaya. Rumianadır, tuşdur, dodaq qələmidir, göz karandaşıdır. O da bir saat hamısını düzəldəndən sonra keçirik kombinə. Lasinlə koftanı yoxlayırıq, yubka ilə koftanı yoxlayırıq. Və yaxud da sweatshirtlə lasin yoxlayırıq. Gah kombin xoşumuza gəlmir və yaxud da kombin xoşumuza gələndə baxırıq, yox bu kombinlə bu kosmetika üst-üstə gəlmir. Bu gün o günümüz deyil. O istədiyimiz kombini bu kosmetika ilə geyinilən günümüz deyil. Seçirik kombini, geyinirik, çıxardırıq, baxırıq xoşumuza gəlmir. Axırı bir saat uğraşlarımızdan sonra kombin tapıb geyinəndən sonra elə deyirik ki, bir stakan çay içək, başlayaq çəkilişə. Bax, tükənmişəm. Yorulmuşam, nə yorulmuşam. İndi gedirəm, dincəlim, dincələndən sonra kosmetikam solur. Təzədən sonra bir də onu yeniləyəcəm. Düşünürəm ki, inşallah yaxın bir 24 saatdə çəkəcəm. Yəni yaxın bir gündə çəkəcəm çəkiliş. Amma çəkəcəm. Solsa da çəkəcəm, yorulsam da çəkəcəm, dincələcəm, solacaq, dincəlməyəcəm, yorulacam. Amma əvvəl axır çəkəcəm. Bəli.